Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün biz Azərbaycanın ən qədim, ən ləziz şirniyyatlarından biri olan Gəncə paxlavası hazırlayacağıq. Bu paxlava özünə məxsus dadı, hazırlanma qaydası və görüntüsü ilə seçilir. Onun tarixi 100 illər əvvələ Azərbaycanın mədəni və kulinariya ənənələrinin formalaşdığı dövrlərə gedib çıxır. Mən özüm Gəncəli deyiləm, ancaq yaxınlığımda Gəncəli qonşularım var. Ona görə də onlardan xahiş etdim ki, birlikdə Gəncə paxlavası hazırlayaq. Mən də həmin prosesə baxım. Növbəti illərdə sizlər üçün özüm hazırlayım. Əvvəlcə biz iri bir qab götürüb ora un əlavə etdik. Daha sonra yağı, kərə yağını bu şəkildə süzgəçdən keçirdik və umac halına gətirdik. Üzərinə yumurta əlavə etdik. Daha sonra isə xamam. Öncədən qeyd edim ki, istifadə etdiyim ərzaqların dəqiq ölçüsünü videonun açıqlama hissəsində qeyd etmişəm. Oradan baxa bilərsiniz. Daha sonra biz qarışıma 1 stəkan ilıq su əlavə edib xəmir yoğurduq. Təxminən 5 stəkana yaxın un istifadə etdik. Bizim istifadə etdiyimiz unun markası Bismarck'dır. Yəni bu undan fərqli olaraq dəyişə bilir. Ona görə də siz istifadə etdiyiniz öz ununuza uyğun olaraq əlinizdə baxın. Yapışmayan, yumuşaq xəmir alınana dək un əlavə edib xəmir yoğurun. Ümumiyyətlə bizim hazırladığımız bu Gəncə paxlavası məhz bu şəhərin özünə məxsus şirniyyatı kimi tanınır və digər bölgələrin paxlavalarından bir neçə xüsusiyyəti ilə fərqlənir. İrəliləyən dəqiqələrdə bu haqda sizə ətraflı məlumat verəcəyəm. Burada isə biz xəmiri artıq hissələrə ayırdıq və onu kündələdik. Kündələrdən ikisini digərlərinə nisbətən daha böyük edirik. Bunlardan biri ən axırıncı altda olan qat üçündür, digəri isə ən üst qat üçün nəzərdə tutulur. Gəncə paxlavası xüsusilə Novruz bayramında hazırlanır. Bu bayramın bolluq və bərəkət rəmzlərindən biri olan şirniyyatlar arasında məhz bu paxlava xüsusi yer tutur. Qədim inanclara görə paxlava Novruz süfrəsində xoşbəxtlik və ailə rifahını simvolizə edirmiş. Dostlar, ən maraqlısı isə Gəncədə paxlava bişirmək bir sənət sayılır və bu ənənə nəsildən nəsilə ötürülür. Əvvəllər olduğu kimi elə indi də əksər ailələrdə belə böyük mis tavalar var. Buna mecmai deyirlər və paxlavanı həmin bu mecmainin içərisində közdə bişirirlər. Biz də paxlavamızı közdə bişirməyə hazırlayırıq. Közdə bişirmənin bir çox üstünlükləri var. Məsələn, paxlavanın xəmiri daha xırt-xırt və yumuşaq olur, daha ləzzətli və fərqli bir dadı olur. Sanki közün ətri, ocağın ətri gəlir paxlavadan və ənənəvi üsul qorunur və qədim mətbəx mədəniyyətləri yaşadılır. Ümumiyyətlə, paxlavanı közdə bişirmək səbir və diqqət tələb edir. Çünki istiliyi düzgün tənzimləmək vacibdir. Paxlavanın altı yanmadan, üstü isə tam qızarana qədər yavaş-yavaş bişməsi üçün közün istiliyini nəzarətdə saxlamaq lazımdır. Biz alt hissəyə 2 qat xəmir sərdik. Birinci xəmiri sərib yağladıq. Daha sonra içli əlavə etmədən ikinci xəmiri sərdik. Bunu ona görə edirik ki, əgər talihsiz bir hal yaşasaq, paxlavamızın birinci qatı yansa, onun altdakı qatını soya bilək və paxlavamız əldən getməmiş olsun. Uşaqlar da burada oynayırlar, biz də işimizə davam edirik. Üzərinə qoyduğumuz ikinci qatı da yağlayırıq. Daha sonra bol-bol içli əlavə edib növbəti qatları növbə ilə əlavə edirik. Hər qatı yağlayırıq, içli əlavə edirik və üzərindən bərk-bərk basırıq ki, içərisində hava qalmasın. Bu arada mən şərbət də hazırladım, ancaq həmin prosesi çəkmədim. Təəssüf ki, şərbət üçün 2 stəkan şəkər tozu və 1 stəkan qaynar su əlavə etdim və ocağın üzərinə yerləşdirdim. Qaynayıb jeli halına gələnə qədər gözlədim. Burada isə paxlavaları gözəl bir şəkildə kəsirik. Məncə çox yaxşı alındı. Xırda, şirin paxlavalarımız alındı. Bu isə paxlava rəngidir. Bunu tortda falan istifadə edirik. Orada portağal rəngi. Məhz odu suda həll edirik və barmağımız vasitəsilə paxlavaların üzərinə çəkirik. Bunu şotka ilə etmək olmaz. Ona görə ki, şotka aralara axmasına rəngin səbəb olur və paxlavanın içi qırmızı olur. Ona görə də burada adətdir ki, üzərini barmaqların vasitəsilə rəngləyək ki, içərisinə rəng axmasın. Üzərini isə zövqünüzə uyğun bəzəyə bilərsiniz. Qoz, fındıq, badam. Mən paxlavanın üzərində ən çox qoz olmağını xoşlayıram. Ona görə də qozla bəzədim. Kənarlarına isə belə xırda dənəvərlər halında olan xaş-xaşlarla bəzək vurdum. Çox gözəl görünür. İndi isə gedək bunu ocaqda bişirməyə. Yoldaşım artıq ocağı yandırmışdı. Biz gəldik, közlərdən götürdük kənar bir hissədə.
Paxlavanın hər bir tərəfindən közlər qoyduq və onu bişirməyə başladıq. Paxlavanı közdə bişirəndə onu ocağın yerində bişirmək olmaz. Ocağı yandırırıq, köz salır və həmin közləri götürürük kənarda. Belə gördüyünüz şəkildə orta hissəsinə düzmürük, yalnız kənarlarına qoyuruq ki, kənarların istisi ortanda bişirir və bu şəkildə bişiririk. Üzərinə isə belə bir qapaq çeviririk və onun da üzərinə köz yığırıq ki, üzərini bişirsin. Növbə ilə şərbətini, yağını əlavə edirik və paxlavamız artıq demək olar ki, bişib. Bişmiş mecmailistini götürüb evə gəlirik. Bir neçə dəqiqə soymasını gözləyirik. Daha sonra isə bir paxlavaları mecmaidən çıxarıb istədiyimiz qaba əlavə edirik. Bu üsulun verdiği nəticə isə inanılmaz oldu. Xəmir xırxıq, içli isə ləzzətli və aromatik alındı. Əgər siz də ənənəvi dadları fərqli şəkildə sınamaq istəyirsinizsə, mütləq közdə bişirmə üsulunu yoxlayın. İndi isə hələlik dostlar, hər birinizə sağlamlıq, sevgi və xoş günlər arzulayıram. Bayramınız mübarək.